Okey. Deməli, nə idi? Vektor 1 idi, düzdür? Bir Müəllim, də ekran. ops, bağışla. Görsənir? Aha, bəli. İşləmişəm. Vektor 1-də işləmişəm, bir də 2D loopda, 2D loopda 1-2 dənə sual işləmişəm. Qəşəng. Xoşum gəldi. Buradan işləmsən. Bəs burada işləmsən? Bu Aha. Okey. Budur da. Bəli. Aha, tamam. Okey, gəl onda vektordan baxaq. Burada 93 bal verdi. Deyəsən, 93. Bu sinifdə yazdığın deyildi elə? Aha, bəli. Bir saniyə neçə sual yazmısan evdə? Bu dərsimiz olan vaxt idi də deyəsən. 6. Bir də sən buradan yazmısan da bunlar. Aha. Okey. D sualı. Hə, D sualında sənə 93 bal verməyin səbəbi odur ki, Salya. Bax, ops. Sinifdə, evdə də yazmısan, hə, təzədən? Aha, bəli. Hə, okey. Onda bir dəqiqə baxaq. Çünki keçən fəkin səhvini bilirdim. Bir saniyə. Bu da əslində bu düz verməlidir məncə. Bu niyə 93 verib? Okey, bir saniyə. Bu kodu bir dənə ataq bura. M-i daxil eləmişsən, M-ə qədər getmişsən, sin x eləmişsən, pushback, sortlamısan və çıxışa vermişsən. Okey, bir saniyə, sən kodun əslində düzəltmişdim. Eyni koddu, sadəcə o time limit verib, bu verməkdir, çox qəribədir. Tamam, gözlə onda bir, məsələn, bir dənə bunu yazım. Düz olsa deyəcəm səbəbini, tamam. D sualı idi də, gəl bir dənə bunu submit eləyək. Okey, bu da time limit verdi. Və pushback, nə qədər getmişsən, sin x, sin y, pushback, sortlamısan, çıxışa vermişsən. Okey, bəzən belə şeylər olur, yəni kiçik bir şeyə görə problem verir. Yəni əslində bu eyni koddu demək olar, accepted verib. Bax, neynəmişik sadəcə? Yenə nm var, bs var, məsələn məndə. Sin b eləmişəm sənin kimi, sadəcə sən sin x eləmişdin, pushback eləmişəm. Bu da m-i daxil eləmişəm, yenə pushbacklər eləmişik, məsələn təzə sinus, pushback. Sadəcə gedib çıxışa vermişəm. Sadəcə yəni eyni şey yazmışıq əslində. Sadəcə o düzdür. O səhv. Tamam, baxaram indi ona. Yəni mən düz kimi qəbul edirəm, tamam. Tamam. C sualına baxarıq indi. Elə ki baxaq. Demişdiniz ki, o 2-3 dənə sualı dərsdə baxacağıq gələn. Aha, baxaq. Nə deyir sualda? Deyir ki, bizə durmadan while ədədlər verilir və səndən istədiyi odur ki, 3 dənə ardıcıl ədəd harda gördünsə, həmin yerə qədər neçə dənə ədədin var idisə əlində, onun sayını çıxışa verməkdir axırda. Yəni, məsələn, bax, bu nümunəyə bax. Bu nümunədə ardıcıl ədədlər hansıdır? 5, 6, 7. 5, 6, 7, düzdür? Aha, bəli. Bax, bunlardır. Ops, qırmızını eləyim. Bunlar. Bəs bu 7-yə qədər neçə dənə ədədimiz var bizim? 7-yə qədər 3, 6 verəm. 4 dənə.
7-ni də say. Ha, 5 dənə. 5 dənə. Bizdən bax bu 5-i çıxışa verməyimizi istəyir. Bax, ardıcıl ədədlər necə olur? Məsələn, tutaq ki, mən bu bir ədədimə i desəm, səncə ondan əvvəl gələn ədədim nə olmuş olur? Və ondan sonra gələn ədədim nə olmuş olur? İ desəm, n çıx 1, i çıx 1. İ plus 1. i plus 1. Özümdən əvvəlki və özümdən sonramki ədədləri mən məsələn tutaq ki, düşün ki, bunların hamısını vektora əlavə eləyirik. Bax, 3 gəldi, əlavə elədim vektorun içinə. Pushback elədim. 6 gəldi, tutaq ki, pushback elədim. 5 gəldi, pushback elədim. Məsələn, indi hələ ki, burada dayanıram. Tutaq ki, 3 dənə ədəd var vektorumda. Bunu bilirəm, tutaq ki, V size-ıma görə. Mən onda, məsələn, burada baxa bilərəm ki, bu ədəd, məsələn, bunun indeksi nədir? 1-dir, düzdür? Aha, bəli. V1, V0 üstə gəl 1-ə bərabərdirmi? Və V1 üstə gəlinsin 1 V2-yə bərabərdirmi? Əgər belə şey bərabərdirsə, onda mən axtardığım üçlüyü tapdım. Mən niyə belə şey yazdıq? Sən nə dedin? Əgər mənim indeksim i-dirsə, ondan əvvəlki indeksin olmuş olur. i çıx 1. Bəs ondan sonra nə olur? i plus 1. Onda mən belə bir şey deyə bilərəm də ardıcıl ədədlər üçün. V i çıx 1 budursa, bu ədəd nə olmuş olur? V i çıx 1 üstə gəl nə? V çıx 1 üstə gəl V plus 1. Yo, 1. Plus 1 isə. Ardıcıldır çünki. Bu i plus 1 isə nə olmuş olur? i çıx 1 üstə gəl neçə? Plus 1. Ardıcıl ədədlər. Ardıcıl üçün ədədlər. Plus 2. Aha. Ardıcılda. Mən belə bir cütlük tapmalıyam vektorumun içində. Bunu bildimmi? Və bir dənə də önəmli olan şey odur ki, mənim vektorumda ən azı 3 dənə element olmalıdır. Bunu bilirəm. Çünki 3 dənə element olmasa mən necə onsuz da 3 dənə ardıcıl element tapa bilərəm də, düzdür? Yəni elə bir şey ola bilməz onsuz da. Ona görə yazaq yavaş-yavaş. N-i daxil elədim. N-i daxil eləmirik bu arada. While sinindi. Vektor LLV. Və pushback N elədim. Və deyirəm, əgər V size nədən kiçik olarsa, V size əgər 3-dən kiçik olarsa, sən continue elə. Sən çünki mənə lazım deyilsən. Mən 3 dənə ardıcıl ədəd axtarıram. Sən əgər vektorunun içində 2 dənə element varsa, mən onu neynirəm? Düzdür? Ona görə dedim ki, əgər V size 3-dən balacaqsa, sən continue elə. Bunun arxasına baxma. Əks halda, bax, məsələn, biz bayaq əlavə eləmişik. 3, 6, 5. Tutaq ki, ya da belə baxaq elə. 5, 6, 7-yə. 3 dənə ədəd var vektorumun içində. Mən belə bir şey eləyə bilərəm. Məsələn, axırdan baxaq ki, məsələn, bax buradan. Axırıncı indeksi nə olmuş olur, məsələn, vektor V üçün? Axırıncı indeksi nədir? Vektor V üçün axırıncı indeks. Aha. Yəni, ən axırıncı pushback elədiyim ədədin indeksi nə olmuş olur? V çıx 1. Dəqiq fikirləş. Massiv deyil axı bu. Massivdə hələ olacaq. Aha. Məsələn, massivdə... Nə? D. Yox. Bax, massivdə, məsələn, massivi çıxışa verəndə int 0, i hara qədər gedirdi? N-ə qədər. N-ə qədər. Bəs vektor da hara qədər gedirdi? V size-a. Aha, onda nə yazmalıyam? V size. V size çıx 1. V Çünki V size onsuz da N-i bildirir məndə. Aha. Aydındır? N kimidir. Bunu bildik. İndi bizim yoxlamalı olduğumuz nədir? Bax, tutaq ki, bu indeks, yəni mən
okey, hətta bunu belə yazaq. V size çıx 1. Mənə bunun indeksi lazım idi. Dedim ki, onda in bərabər olsun 2-yə. Yəni bildim ki, bunun indeksi 2-dir və bu 7-ni bildirir tutaq ki. Onda məndən bir əvvəldə gələn, yəni indeks çıx 1-in bir ədədi nə olmalıdır? Bərabər olmalıdır və indeks çıx 1-ə. Aydın oldu. Mən məsələn V indeksim nədir? 7-dir. Onda 6 nəyə bərabər olmalıdır? 7 çıx 1-ə. Aha, bunu bildim. Bəs 5-in indeksi nədir Salih? 5'in indeksi Aha, en tık 1. yox. Yok. En tık 2, en tık 2. N var bizdə. Ve yok. Ve in tık 2. In çıx 2. Düzdür? Aha. Nice. B ile o mənada deyil. Aha, və in çıx 2 nəyə bərabər olmalıdır bəs səncə? Buna belə yazdıq. Bəs səncə ona nə yazmalıyıq? Ve in tıkılsın 2. Ay, sağ ol. Və in çıxılsın 2. Düzdür? Artıq bəli. belə bir şey ödərsə, demək ki, mənim 3 dənə ardıcıl ədədim olubdur belə bir şeydə. Onda mən cavabım bir saniyə. Orada bir dənə baxım, gözlə bir saniyə. Hə. Onda cavab götürürəm məsələn. Cavabım olsun -1. Tutaq ki, hələ ki yoxdur da. Aha. Hətta 0 olsun elə. Ans bərabər olsun V size-a. Niyə V size-a bərabər olur? Çünki mənə nə lazım idi? Həmin yerə qədər neçə dənə ədəd var məndə, düzdür? Aha bəli. Ay, sağ ol. Ona görə mən də onu V size-a bərabərlədim. Məsələn, bax burada. Bura qədər ki V size nədir? 5-dir. Ona görə də 5-i çıxışa veribdir. Bir daha oxuyum, bir daha enter the digits on the first occurrence of three consider identical digits appear. Buradakı ondan sonra dayanırmı? Sadəcə o maraqlıdır mənə. Bu 2 niyə verib bu? Bir saniyə. Okey. Biz belə yazaq. Cavabı tapdımmı artıq? Düzdür? Aha bəli. Mən onda belə bir şey, ya belə deyək ki, bu yadındadır da, düzdür? Bəli, bu Bu tapıldı. Məsələn, deyim false-dur. Hələ ki tapmamışam. Tapanda nə deyim? Tapıldı nəyə bərabər olsun? Ay, sağ ol, tapıldı true. Və məsələn, mən hansı halda davam eləyirdim? Əgər ölçüsü 3-dən balacadırsa, bir də deyirəm ki, onda davam elə ki, tapıldı trueya bərabərdir. Yəni, əgər mən tapmışamsa, bir də gəlib indekslərə baxma. Çünki baxsan, sən bu cavabı dəyişdirəsən. Mən istəyirəm ki, o cavab dəyişməsin. Sonra da gəlib C-out-a ansı verəcəm. Məsələn, indi götürək bunu. Nə verdi? 5 verdi. Aydın oldu sual. Aha. Dəqiq. Dəqiq. Bu tapıldığını niyə yazdıq? İndeksi niyə yazdıq? Hamısı Aha, aydındır. bu rahat olacaq. Aha. Bunu da aydın oldu da niyə yazdıq ki, belədirsə davam elə. Bəli. Bu nədir? 90 bal. Elə bir şey görməmişdim bu günə qədər. 90 bal oldu. Bugün gördük. C sualı da getdi. Bax, Y sualı adi sortdur. Yəni, sort və begin və end. Sadəcə sonunda çıxışa verməlisən. F sualın yeni yazmışsanmış. Ha, okey. İ sualı. After the sorting the digits in this number we get 19, 02, 12, 22. Okey.
Bu sual deyir ki, sənə AB verilir. AB aralığındakı ədədlərin cəmini tapmalısan. Amma necə tapmalısan? Məsələn, e, 20 verilib sənə. 19-un üstünə 20 gəlmə, 2 gəl. Niyə? Deyir ki, bunun öz rəqəmlərini sortda, yəni kiçikdən böyüyə doğru düz və ondan sonra alınan rəqəmi üstünə gəlməsən 20-dir. Bunun rəqəmlərini kiçikdən böyüyə doğru düzsəm nə olmuş olur? 0 2. Bu da əslində 2 kimidir də, düzdür? Ona görə 2 gəlib cəmin üstünə. Məsələn 21. Kiçikdən böyüyə doğru düzsəm nə olmuş olur? 12. 12-ni gəlib, 22-nin olsa kiçikdən böyüyə doğru düzsəm 22 eləyir. Və cavab da 55 eləyibdir. Sual şərti aydındır. Aha, bəli. Neyniyə bilərik səncə? Necə bir şey eləyə bilərik? FG suallarına oxşar bir şey eləyə bilərik. Necə bir şeydir səncə? Düşünürsən? Bəli. Düşün. Və burada ipucular verir, sort verir, falan verir. Məsələn, bu F sualında da biz vektorla bu ədədin rəqəmlərinə nəsə elədik. Bəs bunda nə edə bilərik səncə? Burada 19 nə? Yəni 19, 20, 21, 23-ü toplamalıydıq. Toplamalıydıq. Amma deyir ki, ədədlərin rəqəmlərini kiçikdən böyüyə doğru düz. Ondan sonra alınan rəqəmləri, ədədləri topla. Məsələn, bax buna. 20-ni kiçikdən böyüyə doğru düzəndə 2 alınıbdır. Çünki 0 2, o da 2-dir. 21-i düzəndə 12 alınıbdır. 22-ni də düzəndə olsa 22-dir. 19-u da düzəndə olsa 19. Cavab 55 eləyir. Sən düşün, mən su götürüm gəlirəm. Aldım.
Salih gəldim. Nə fikrin var? Məncə belə nümunə yaza bilərik. A, sonra sort A, B, sonra yenə sort A, B, sonra B. Yox, yazanmarıq. Sən F sualını, G sualını necə yazmısan? Mən F suallarını YouTube'da. Bəs başa düşmədən yazmısan? Yox, mən başa düşməmişdim də mənə. Bəs nətər, yəni yadında deyil indi onu yazdığın həll. Yox, yadındadır. Necə yazmısan? Məsələn, F sualı. Yox, koduna baxma, koduna baxma. Birbaşa demə. Burada 3605 demişdik ki, bir dənə integer verilir. Həllin sərtin demə, ümumən həlli necədir, kodsuz da, yəni sadəcə həll nədir, necə bir şey dediyi eləyər. Müəllim dediniz ki, birinci ən böyük ədədini tapırıq bunu, bu rəqəmlərini. Necə tapırıq? Rəqəmləri demişdik ki, maksimuma. Yox. Elə bir şey deməmişəm. Gözləyədim. Salih, koda əgər YouTube'dan baxırsansa, əsas baxdığın şey kod olmasın. Həlli mən koddan başda izah elədiyim həll olsun. Əsas onun baş düşməyində. Kodu əzbərləmə. Kodu əzbərləyəndə, bax, indiki kimi yadından çıxır. Yəni, əsas həlli baş düşməkdir. İndi F sualına əgər həllin baş düşsəydin YouTube'dan baxıb, indi I sualını deyə bilərdin. Tamamilə eyni şeydir, yəni. Tamamilə eyni şey deyəndə, hətta eyni şeydir, yəni. İ'dir, J da başqa bir şeydir, amma İ'dir, məsələn, eyni şeydir. Aynen beni. Bundan sonra YouTube'dan videolara baxanda başa düşüb bax. 19 verilib məsələn bizə. 19-un rəqəmlərini necə tapa bilərik? While-la tapa bilərik. Məsələn, sonlara baxacaqdıq, 9-u görəcəkdik, sonra 1-i görəcəkdik. İndi mən bunları bir vektorun içine atsam, 9-la 1-i hər dəfəsində pushback eləsəm, artıq 9-la 1 mənim əlimdədir. Mən onunla bir dənə buna sort atsam, bu necə nömrələnəcək? Məsələn, 1, 9 olaraq. İndi mənə qaldı bunu ədəd kimi yığmaq. Ədəd kimi yığmağı necə demişdik? X bərabər olsun, X vur 10, üstə gəlsin V, I. Yəni, məsələn, mən bir ədədini görürəmsə, məsələn, X-ə başda 0 deyirəm, tutaq ki, 1 eləmək istəyirəm bunu. Deyirəm ki, 0 yəni X bərabər olsun, 0 vurulsun 10, üstə gəlinsin 1. Bu oldu birinci 1. Sonra 1-ə 9-u birləşdirmək istəyirəm. Onda deyirəm ki, 1 vurulsun 10, üstə gəlsin 9. Yəni, bu da elədi 19. Artıq ədəd kimi yığılıb. Mən də sonra bunu cəmləməyə başlayıram. Məsələn. Elel AB, sin AB, for int A-dan gedir B-yə qədər. Hər bir ədədin rəqəmlərinə baxmalıyıq və indi funksiyadan istifadə edəcəyik səndən. Özümüzdən funksiya yazacağıq. Məsələn, LLF, LLN deyəcəyik ki, məsələn, bura F deyək, I-yə bərabər, F deməyək, ədəd I-yə bərabər olsun. Ədəd atdım bura. İndi neyini edəcəyik? Bayaq dediyim prosesi eləyəm. Məsələn, bir dənə vektor götürürəm. While n bərabər deyilsə 0-a, hər dəfəsində V pushback n faiz 10 eləyirəm, yəni ən sondakı rəqəmi. Sonra n bərabər olsun, n böl 10-a. Bundan sonra nə edirik? Biz artıq vektorumun içində ədədlər, sort atıram birinci. Sort attım. Qaldı ədədimizi yığmaq. LL x bərabər 0 deyirəm. Sonra bayaq dediyim düsturu yazıram. Gedirəm int 0-dan I V size-ə qədər, rəqəmlərin olduğu vektora qədər. X-ə deyirəm ki, X vurulsun 10, üstə gəlsin V.
Bu artıq ədəd nə edəcək? Bitişdirəcək bu vektordakı rəqəmləri. Məsələn, əgər vektorda ayrı-ayrı 1 və 9 idsə, bu ikisini birləşdirib eləyəcək 19. Olacaq 19. Artıq mənim ədədim hazırdır. Mən ona görə bunu return eləyirəm. Və bu hər bir ədəd üçün bunu atacaq. Mən bir dənə cəm götürsəm, desəm ki, cəm bərabər olsun cəm plus f ədəd. Bu nə baş verəcək? Hər dəfəsində hər bir ədədi atacaq və o funksiya gedəcək burada, ədədləri kiçikdən böyüyə doğru sıralayacaq və cəmin deyəndə daha doğrusu ədədi qaytaracaq ki, hansı ki, məsələn, 20 ədədi 0,2 olaraqdır. Və o da hansı ədəd dəstinə, yəni 20-ni kiçikdən böyüyə doğru sıralasa 2 ədədi verir də bizə. Bu x onu qaytarır. Və sonda da cəm bu olmuş olacaq ki, cəm bərabər olsun. Cəm üstə gəlsin f ədəd. Məsələn, indi yazaq 19, 22. Bir saniyə. Niyə işlə vermədi bu? Hə, 55. Orada nə vermişdim? 55. Sual kodu yox. Həlli aydındır, yəni necə bir şeylərdir. Sadəcə o ədədin rəqəmlərini atdıq vektora ki, mən kiçikdən böyüyə doğru onu rahat sıralayım. Rahat sıralayandan sonra da onu bitişdirmək prosesi idi. Bitişdirmək prosesi də nəyisə məsələn biri 9-a birləşdirmək istəyirəmsə, biri 10-a vurub üstünə 9 gəldi. Eyni şey eləməyi də bununla elədik və bu kodumuzu rahatlaşdırmaq üçün sadəcə funksiyanın içində yazdım ki, burada uzun görsənməsin və hər dəfəsində də f ədədə əlavə elədik. Aydın oldu bu sualda? Bəli. K sualı. K sualına nə deyirdi? Bir dənə yadıma salım. Okay. Bir saniye, bu eyni şeyləri qoymur, yoxsa məsələn 0 ilə 0 qoydu. Şimdi 3 qoydu. Demişdik ki, nəticələr təkrarlanan ədəd deyək. Aha. Yəni məsələn deyir ki, elə qrupların sayını denən ki, o qrupda 2 dənə ədəd olacaq və 2 ədəd də bir-birinə bərabər olacaq. Məsələn, burada necə eləyə bilərik? 0 ilə 0, 3 ilə 3. Neçə qrup oldu? 2 qrup. Tamam, bizdən bunu istəyir. Deməli, mən 2 dənə bərabər olan cütlüklərin sayını saymalıyam. Necə eləyə bilərik? Buna bir ideyam var, yaxşı. Yəni 2 dənə bərabər cütlüyü necə saya bilərik biz? Ədədləri hamısı 0-0-dır. Bərabər görürük ki, bərabər elə. Onu görək. V-size yoxdur müəllim. Var. Orada nə qədər təkrarlanan rəqəmləri? Aha. Bayaq yazdığımız, məsələn, o ardıcıl ədədlər gələn sualına oxşuyur. Bunun da nəsə elə bir şey eləmək olar. Amma necə bir şey? Onu de görək. Beş dəqiqə düşün.
Yəni Salih, məsələn, bərabər bir şeyin, yəni necə yoxlayırsan sən? Yəni məsələn, ümumən vəhşi bərabər Məsələn, olmağı bir üçün. filan ədəd, məsələn, i bərabər j. Hə, amma onlar yəni məsələn sən bilənməyəsən də, məsələn, buradakı indekslə buradakı indeksi müqayisə aparmalısan, düzdür? Çünki sıfırın biri burdadır, orada, biri o biri tərəfdədir. Bəs sən necə eləyə bilərsən ki, bu sıfırların hamısı ardıcıl düzülsün sənin vektorunda? Yəni hansı bir şey eləsən sən ardıcıl düzülər ədədlərin. Yəni eyni ədədlər ardıcıl düzülər. Neynəsən? Sort. Ay sağ ol, sortdasan. Bəs ondan sonra nə eləmək olar? Ay sizə sortladın, hamısı ardıcıl düzülüb. Məsələn 0 0 0 1 3 3 6. Ondan sonra bəs necə saya bilərsən? Məncə çapa. Yox, eyni olan ədədləri sən verməməlisən axı. Sən onların sayını verməlisən və eyni olan ədədlər yox. Eyni qrupların sayını tapmalısan ki, bir qrupda da 2 dənə ədəd olmalıdır. Məsələn, bu 0 ilə bu 0. Bu 3 ilə bu 3. Vəsə 2 dənə qrupdur. Başqa 2 dənə eyni ədədi olan qrup yarada bilmərsən sən. Necə bir şey? Mən elə bir şey deməliyəm ki, kodda yazıla bilsin. Aha. Düzüldüyüm aklımda deyim. Okay. Bax, biz sortladıq. 0 0 1 3 3 6. Belə bir massiv yarandı. Mən bu ikisinin bərabərliyini yoxlamaq istəyirəmsə, bunun indeksi nədir? 0. Bunun indeksi nədir? 1. Ona desəm ki, VI əgər VI plus 1-ə bərabərdirsə, onda bu ikisi bərabər olan bir cütlükdür də. Düz deyil. Yəni bu ikisi əgər I plus 1-ə bərabərsə, demək ki, bu ikisi bərabər olan cütlükdür də. Vəsə. Onda belə olanda sayı artırmalıyam. Çünki bir cütlüyümü tapdım. Say ona görə artdı avtomatik. Aydındır? Aha, bəli. Nə aydındır? Və i əgər v plus 1-ə bərabərdirsə elə. Niyə o elə oldu? Niyə Mənim V? rəqəmlərin indekslərini ayırdım. Bəs niyə VI plus 2 yox, VI plus 1? Albatda, yəni dalbatda rəqəmlər bir-birlərinə bərabərdirsə ona görə. Aha. Amma bunu eləmək bizə 100 bal vermir. Çünki mən təkcə bunu yazsam, məsələn, o gəlib bundan buna baxacaq. Gələn səfər gəlib bundan bunu müqayisə aparacaq təzədən və sayı 1 vahiddə artıracaq. Çünki bir dənə bu 0-1-ə baxdı. Gələn səfər 1-2 indeksinə baxacaq. Deyəcək ki, bu ikisi yenə bərabərdir. Onda mən sayı yenə artırıram. İndi biz elə bir şey eləməliyik ki, bu ikisi müqayisə aparmasın. Birbaşa bundan nəyisə müqayisə aparsın. Səncə onda nə edə bilərik? Yəni bunu eləmək üçün. Yəni bax, 0 0 0 da. Sən bu ikisini müqayisə apardın. Və biz o hansı şey halında elədik? Dedik VI plus 1-ə bərabərdirsə, sayı artır. Okey. O gələn səfər amma, məsələn, bu I0 halı üçündür. Gələn səfər I bərabərdir 1-də gələcək, baxacaq. V1, yəni bu. V2-yə bərabərdirmi? Bərabərdir. Düzdür? Ona görə sayı 1 vahiddə artıracaq. Eləyəcək sayı 2. Amma sən bu 3 dənə sıfırdan maksimum bir dənə cütlük yarada bilərsən. Çünki bu sıfırın bir cütü olmayacaq. Amma o gedib istifadə olunmuş bir cütlükdəki sıfırla özünə bitişdirməyə bir sıfır axtaracaq. Bunun qarşısını almaq üçün sən bizim bir dənə bunu yazaq, ora qədər incə.
N var orada. N yoxmuş. Okey. While sin n deyənə. While sin n ve pushback n. Dedin ki birinci hamısı yan yana olsun deyə neyini sortlayaq. Sortladıq. Gedirik indi sıfırdan ve size'a qədər baxmağa. Dedik nə yazaq? If v plus 1'ə bərabərdirsə, sayı neyinə artır? Burada da bir dənə say bərabər 0 deyirik. O bayaq dediyimin, məsələn, bu 3 dənə sıfırdan cavabı 2 yox da 1 almağının yolu odur ki, mən birbaşa i bura baxmasın, yəni i 1'ə baxmasın, birbaşa i 2'yə baxsın ki, 2 ilə 3'ü müqayisə aparsın. Day 1 ilə 2'ni müqayisə aparmasın. Bunun yolu mən burada i'ni bir dənə də artırmağımdır ki, i'ni artırım. Məsələn, bax, bu halda 0 ilə 1'i müqayisə aparırıq və i'im 1'dir. i'im 0'dır. Mən deyirəm ki, əgər belə şey olubsa, i'ni 1 vayda artır, yəni i'ni elə 1. Düzdür? O fırlanıb gələcək bura. Ona burada i++ olduğu üçün 1 vayda artıracaq. Gələn səfər fora girəndə i bərabərdir 2 halından girəcək. Orada artıq mən dediyim olacaq. Gəlib sadəcə bundan 2 ilə 3'ü müqayisə aparacaq. Day bu ikisini müqayisə aparmayacaq 1 ilə 2'ni. 2 ilə 3'ü. Məsələn, gələn səfər yenə elə bir şey olsa 4 ilə məsələn 5 aparacaq. Aydın oldu, elə bir 2 vayda artırırıq da. Yəni birbaşa buna yox, buna baxsın. Çünki mən bunu istifadə eləmişəm artıq. Ona görə bir dənə artırdım burada. Avtomatik olaraq i oldu 1. Yenə fırlanıb qayıdıb təzədən başlamaq istəyəndə burada bir dənə də plus olduğu üçün bir dənə də artacaq, olacaq i bərabərdir 2. İndi gəl məsələn run eləyək bayaq ki şey. Nə verdi? 2. Aydın oldu. Aha. Dəqiq. Dəqiq. İnşallah. Qısaymış. 100 bal. 100 bal. Okey, vektor yarışı bitdi deyəsən. Amma mənim üçün bitdi. Sənin üçün hələ burada boşluqlar var. Okey, bir dənə təzə yarış qoyum. Təzə dərs keçəcəyik. Bir saniyə, bir dənə onu elə qoyaq səninlə bərabər. Bax, nə qədər yarış var. Nə qədər sual var. Mənim var. Nə lazımdır? Bayramdır. Bayramda lazımdır. Biz bayramı sualsız açaq. Aha, başladıq. Okey. İndi bir saniye başlayırıq, tamam.
Baxın, başqa nəsə əlavə eləməli deyiləm yarışa. Ona əmin olmaq istəyirəm. Aha. Okey. Bugün öyrənəcəyimiz şey adı setdir. Setlər nədir? Setlər də vektor kimi bir şeydir. Yəni eyni ilə massivdir, vektordur. Bunlara oxşuyur. Amma setlərin vektordan setin vektorundan fərqi odur ki, bax, setin yazılışı yenə vektorda kimidir. Necə tanıdırıq? Set, məsələn, LL, S. Tanıdıma eynidir. Setin işləmə məntiqi. Bax, vektorda necə idi? Biz nəyi pushback eləyirdiksə, əlavə eləyirdi. Düzdür olduğu kimi, məsələn, pushback 5 desəm atırdı, 6 desəm atırdı, 7 desəm atırdı, təzədən 5 desəm yenə yazırdı, yenə 6 desəm atırdı vektorun içinə. Düzdür? Yəni, nəyi pushback eləsəm, hamısını vektorun içinə qoyurdu. Setin fərqi odur ki, set hər bir elementdən ancaq bir dənə ola bilər. Ya bir rəqəm deyirsən, onu da atır. Yox. Məsələn, biz 5-ə əlavə eləmişiksə, sonra 6-nı əlavə eləmişiksə, sonra 7-ni əlavə eləmişiksə və mən soram, məndə 5 var, düzdür, əlavə eləmişəm 5-i. Mən yenə 5 əlavə eləmək istəyirəmsə, set ona icazə vermir. Yəni, sən əlavə eləsən də o əlavə eləmir. Bax. Dedik, vektorda necə idi? Məsələn, nəyisə necə əlavə eləyirdim mən? Məsələn, bir saniyə, vektor. Məsələn, vektor belə L və pushback. Bir də V size da var idi. V size işte adi pushback eləyirəmsə, mən V pushback 2 deyə bilirəm. Düzdür? Məsələn, indi isə set, dedik ki, set də eyni cür tanıdılır. Bu səfər setin ədəd əlavə eləməsi isə pushback-lə yox, s.insert-dən olacaq. Insert 2. Bax, ədəd əlavə eləmə vektorda nə idi? Pushback. Setdə isə indi olacaq insert. Yəni, setimizin içinə ədədləri insert-lə əlavə eləyəcəyik. Məsələn, insert 5, insert 4. Yəni, nəyi setinin içinə atmaq istəyirsənsə, insert-lə eləyəcəyik. Okey, bura qədər hər şey okeydir? Okey. Amma dediyim kimi, setin vektordan əsas olan fərqlərindən biri, sən, bax, burada mən nəyə əlavə eləmişəm? 2, 5, 4, 1. İndi gəl, məsələn, sənə sual. Vektorda mən belə şey eləsəm, məsələn, 2, 5, eyni şeylər yazıram. Məsələn, vektorumdakı ədədlər nədir, səncə çıxışa versəm? Onları denən əvvəldən axıra. Vektorundakı ədədləri? Aha, vektorumuzun içində hansı ədədlər var? Vektorumuzun içində 0, 3, 6... 0 hardadır? Yox, bunlar demişdiniz bu foto. Yox. Vektoruma burada ədədlər əlavə eləmişəm. 5. Belə onları. İndi əvvəldən axıra denə. 2, 5, 4, 1, 5. 4, 1, 5. Hansı ədəddən 2 dənədir? 5 dənə. 5. Setdə isə eyni şey eləsək burada. Set insert.
5 desəm. Set bunu 2, 5, 4, 1, 5 kimi yox, 2, 5, 4, 1 kimi yadında saxlayacaq. Aha. Yəni, hər bir elementdən ancaq bir dənə ola bilər setin içində. Plus, vektorda ədədlər kiçikdən böyüyə və yaxud da böyükdən kiçiyə düzülmürdü. Düzdür, təsadüfi sırayla. Yəni, mən nə sırayla əlavə eləmişəmsə, o sırayla düzülürdü. Setin ikinci fərqi odur ki, set ədədləri kiçikdən böyüyə doğru sıralayır. Amma avtomatik olaraq sıralayır. Yəni, sorta ehtiyac yoxdur. Sən əlavə elədikcə, məsələn, 2-ni əlavə elədin, sonra 5-i əlavə edirsən, 2-dən sonra atır. 4-ü əlavə edirsən, bura atır. 1-i əlavə edirsən, bura atır. Bir saniyə. Okey, gəldən bunu yazam. İndi deyəcəm o nədir. Bax, gəldən burada eləyim. Bax, Salih, setdə, vektorda mən belə bir şeyim olurdu, belə bir massivim. Düzdür, mən əgər 2, 5, 4, 1-i əlavə eləmişəmsə. Setdə isə mən bu ədədləri əlavə eləyirəmsə, setin içində bax belə görsənir. 1, 2, 4, 5. Avtomatik olaraq sort əməliyyatına ehtiyac olmadan set özü öz içində sortlayır bunu. Kiçikdən böyüyə doğru düzürsən əlavə elədikcə. Sorta ehtiyac yoxdur artıq burada. Yəni, burada ədədlər sənin əlavə elədiyin sırayla yox, kiçikdən böyüyə doğru sıralanmış olur. Bu birinci nüansımız ki, setdə sort yoxdur. İkinci nüansımız odur ki, hər bir elementdən ancaq bir dənə ola bilər. Yəni, sən 5 dənə setə 2 ədədini əlavə eləmək istəyirsənsə, o ancaq orada birin yadda saxlayacaq, 5-də yox. Amma vektorda biz hər bir elementdən neçə dəfə əlavə eləmək istəyirdiksə, o əlavə eləyirdi. Tamam, ikinci fərqi bu. Üçüncü fərq odur ki, biz setdə forda ədədləri necə çıxışa vektorda ədədləri necə çıxışa verirdik? Vektorda ədədləri siyahut və i. Aha, amma belə gedirdi, düzdür? Aha, bəli. Setdə belə bir şey eləmək olmur. Yəni, setdə int i bərabər 0, i v size-dan kiçik, daha doğrusu, məsələn, s üçün s size-dan kiçik, i++ eləmək olmur. Gəl, məsələn, yoxlayaq. Nə verdi? Error verdi. Setin Salih. Məndə error. Məndə bunun online cibidi işləmədi. Keçdim bura. Burada da işləyəndə şimdi bitsiz məndə error verir. Düz yazmışsansa error verə bilməz. Bizdə error verir, sonra gedirəm submit eləyirəm, amma bir tərəf gedər. Baxarıq dərsən sonra. Burada error verməsinin səbəbi odur ki, setin indeksləri yoxdur, Salih. Bunu yadına saxla. Üçüncü fərqi odur ki, hətta burada yazaq. Bax. Birinci fərq. Dediyi birinci fərq nədir? Seti fərqləndirən digərlərindən. Neyniyir? Mənlə bir dənə rəqəm daxil etmək. Aha, bir dənə rəqəm yadda saxla. Bir dənə rəqəm deyəndə ki, hər bir ədəddən yalnız bir dənə saxlayır. Yəni, mən 2 dənə əlavə eləsəm də yalnız bir dənəsini saxlayır. İkinci fərq nədir? İkinci fərqi də məsələn, mən 2, 5, 4, 1 əlavə eləsəm, onlar necə düzülmüş olacaq? 2, 5, 4, 1. Aha. 1, 2, 4, 5. Yəni, avtomatik olaraq sortlayır. Düzdür? Üçüncü fərq odur ki, Salih. Setin indeksi yoxdur. Setin indeksi yoxdur. Yəni, ona görə mən S-i yazanda burada error verir. Bəs deyərsən ki, ədədləri necə çıxışa verəcəyik? Ədədləri bax, belə çıxışa verəcəyik. For, ll, məsələn, və yaxud da int i, 2.s. Bu onu bildirəcək ki, S setində i ədədlərini baxıram mən, məsələn, və siyahıda da i-ni verirəm. Bu artıq
setimdəki ədədləri çıxışa verəcək. Bu üsulla. Int i s. Aha. Bax, adi vektorlarda belə eləyə bilirik əslində. Bax, int i0, i v size massivlərdə eyni ilə. Hətta gəl massivin üstünə baxaq. Məsələn, mənim massivim olsa, mən bu massivlərə necə baxıram? Məsələn, cout a, düzdür, n-ə qədər gedirəm. Burada indekslər olur, düzdür, a neçəsə yazıram. Buna ikinci üsul Salih, bayaq indi öyrəndiyimizlə eləyə bilərik. Int i a-da, cout-a i. Bu da avtomatik olaraq gedib a massivindəki ədədləri verəcək. Sadəcə fərqi odur ki, bu indeksə baxmır, sadəcə ədəd olaraq verir. Bu isə indekslərə baxırdı. Bax, məsələn, görsən burada i'lər 0 artır və bunlar bizə lazımdır. Çünki indeksdə 0-dan n-ə qədər indekslər dəyişir və mən ona görə ədədlərimi fərqləndirdim. A0, A1, A2. Amma setdə isə elə bir şey yoxdur. Ona görə mən setdə cout-a ancaq bax belə verəcəm. Int i s-də və cout-a da i. Aha. Setdə cout-a necə veririk bildik? Aha, cout i. Bir də bu bilməm. Bildin? Aha, bəli. Yəni, dördüncü fərqi də o oldu ki, ədədlərə fərqli üsulla baxırıq. Yəni, bax bu üsulla. Yəni, i sadəcə ədədi bildirəcək. Artıq indeks yoxdur. Okey. Insert-ü bildik. Birinci öyrəndiyimiz şey insert-dur. İkinci öyrənəcəyimiz şey setdə erase-dir. Erase isə insert-ün əvəzinə setdən ədəd silir. Biz bugünə qədər öyrəndiyimiz şeylərdən heç birindən ədəd silməyi öyrənməmişik. Çünki onun kitabxanasında yox idi belə bir şey. Amma set digərlərindən fərqlənir və biz ədədi silə bilirik. Məsələn, mən s.erase 5 desəm və setimi çıxışa versəm, səncə nə verəcək? 1, 2, 4, 5 versən, sonra nə versən? S.erase 5 desəm nə verər səncə çıxışa? 6 verək 8. 8? 8 əlavə eləmişik setə bir. Nəyi? S-erase. Bax, Salih. Bu halda nə verməlidir çıxışa? Nətər? Yəni, belə... 2, 5, 4, 1, 5. Bəs bayaqdan da dedilərimizin niyə hamısını sildin, süpürdün? 2, 5, 4, 1, 5 verməlidir çıxışa. Nə verməlidir ki? 1, 2, 4, 5 verməlidir. Setlə yazdıq. Seti öyrənirik də biz. Sortda avtomatik. Sortladı və hər bir ədəddən bir dənə saxladı. Ona görə 2 dənə 5 vermədi. Yaxşı, indi nə verəcək çıxışa? Vektorla qoyduq. Nə verəcək çıxışa ran eləsəm? Insert eləyəcək 0, 1, 2, 4, 5. Görə düz deyirsən. Aydın oldu indi. Aha, bəli. İndi erase nə idi bəs? Erase oldu ki, Salih, erase yazırıq. Insert-də necə içinə nə yazdıqsa onu əlavə elədi, düzdür? Erase-də də içinə nə yazsaq, yenə .erase yazırıq. Setin adı .erase. İçinə hansı ədədi yazırıqsa setimizdən o ədədi silir. Məsələn, mən 5 yazdımsa, bu çıxışa buna əsasən 1, 2, 4 verəcək. 5-i sildi artıq. 5 yoxdur. Mən indi soram s.erase 2 eləsəm, nə verəcək? S.erase 2 versə 2-ni də siləcəyim orada. Onda nə verəcək? Yəni olacaq, erase də veribsə, eləyəcək bizdə 0, 1, 4. 0 yoxdur ya. 0'ları sildim. 1, 4'ü. Aha. 1, 4.
Erase-də deməli neynədir? İçinə nə yazdıqsa, hansı ədədi yazdıqsa onu sildi. Düzdür? Aha, bəli. Bu da aydın oldu. Aha. Bir problem yoxdur ki burada hələ ki. Evet. Okey. Size var. Yenə vektordakı kimi. Cout-a s.size eləsəm. Məsələn, səncə indi tutaq ki, erase-ləri silirəm. S size-ı versəm səncə nə verməlidir? Yəni vektordakı kimidir. S size versə ədədləri düşsək 2. Yox, erase-ləri sildim. Hə, erase'ləri sildirsə onda 5. Əminsən? Bəli. 1 4 5 axı bir dəfə əlavə eləyir. Ayda 0. Bax 1 2 4 5 ancaq əlavə eləyib. Görsən ədədləri. 5 sən 5-i 2 dəfə saydın amma. Amma 5-i set bir dəfə yadda saxlayır. Yəni mən bura istəyirsən. Bax, hətta gözlə. Bax, bu qədər s-insert 5 elədim, düzdür? Gəl run eləyə görə nə verəcək? Bir dənəsini sayacaq. Aha, yenə 4 verdi, Çünki gördün? heç fərqi yoxdur onun. Nə qədər yazsan yaz bir dənə. Ya aydın oldu S size-da. Aha, bəli. Okey, bu da bunu öyrəndik. Dördüncü öyrənəcəyimiz şey find. Find isə s.find bunun içinə nə yazsaq, bu funksiya axtaracaq ki, yəni bunun içinə nə yazmışamsa, mənim belə bir ədədim varmı setdə? Varsa true qaytarır, yoxdursa false qaytarır. Yəni bu bir rəqəm qaytarmır. Sadəcə olub olmadığını yoxlayır. Bəs olmadığını necə yoxlayırıq? Belə yoxlayırıq. If s.find 5 s.n-də bərabər deyilsə, məsələn, cout-a belə bir ədədim var versin. Bu nə deməkdir? Deyəcəm. S.n-də bərabər olmağını niyə yoxlayırıq? Əgər belə bir şey S.n-də bərabər oldusa, demək mənim setimdə belə bir şey yoxdur. Yəni belə bir ədəd yoxdur. Çünki bu nə deməkdir əslində? Yəni setin sonuna qədər gedib yoxlamışam mən. Sadəcə belə bir rəqəm tapmamışam. Ona görə sona bərabər eləyir avtomatik olaraq bu 5-i find funksiyasını. Amma əgər sona bərabər olmadısa, onda bu demək belə bir ədədim var. Bax, həyatda yoxlayaq. Görək nə verəcək. Var yoxsa yoxdur. Belə bir ədədim var. Düzdür? Məsələn, gəl indi soram yoxlayaq. Burada yoxlayaq. S.find 2 bərabərdirsə, məsələn, səncə indi nə verəcək? Bərabərdirsə S.end verdim. 9-u yoxlayıram. Siyah nə? Səncə cout-a salam verəcək, yoxsa Məncə hə verər. yoxsa x verəcək? Salam verər. Niyə? Çünki mənim 9 find 9. Ay yox, 9-u tapmayıb. X verər. Yaxşı fikirləş. If-in içinə bax gör nə yazmışıq. If s find 9-dursa və bərabər s n-dirsə, siyahı salam ver ya da ki siyahı x ver. Hansını dedim verəcək? X. Salam. Çünki əgər bax Salih, find-ı yoxlayırıqsa belə bir ədədim var yoxsa yoxdur. Əgər yadında saxla, s-n-də bərabərdirsə, onda yoxdur. Bərabər deyilsə, onda var. Aha. Bax, fərqi budur. Bərabər deyilsə var, bərabərdirsə yoxdur. Yəni belə yadında saxla. Əgər bərabərdirsə yoxdur, niyə olur? Düşün ki, özü gedib yoxlayıb axıra qədər.
deyib ki, belə bir şey yoxdur. Yəni n-də bərabərdir. Amma bərabər olmayıbsa, yəni n-də qədər gedib baxıb və tapıbsa bir şey əvvəldə, onda demək ki, mənim belə bir ədədim var. İndi məsələn, yenə sual verim. Məsələn, qoy bir dənə dəyişdirim burada belə bəzi şeyləri başına qarışdırım. Belə bir şey yazsam nə X verəcək? verəcək. X. Görək nə verəcək? Ayda Axı bunu dəyişdirdim. ayda görmədim. Burada bərabər yazmamışım. Yaxşı, belə yazsam nə verəcək? Onda X verəcək. Aha, indi x verdi. Aydın oldu yəni. Bəli. Əgər find s n-də bərabərdirsə, ancaq bax belə yoxlaya bilərsən. Yəni əgər indi bəzi suallar olacaq, məsələn, yoxlamaq tələb eləyəcək. Yoxluyursansa, yəni bunu belə yoxlaya bilməyəsən. S.find məsələn 4. Bu heç nə qaytarmayacaq sənə. Və yaxud da cout s.find falan eləmək olmur. Ancaq if-də yoxlaya bilirsən ki, s-n-də bərabərdirsə, mənim belə bir ədədim yoxdur. Bərabər deyilsə, belə bir ədədim var. Aydındır? Bunu nə vaxt istifadə eləyə bilirik? Məsələn, sən əgər bayaq nə öyrənmişdik? S.erase öyrənmişdik, düzdür? Aha, bəli. S.erase məsələn, tutaq ki, mənim burada setimdə hansı ədəd yoxdur? Tutaq ki, 12 yoxdur. S.erase 12 eləyib, sonra çıxışa versəm, görək nə verəcək? Yəni 12 olmur, amma mən deyirəm ki, sən get 12-ni sil. Görək nə verir? Yəni heç nə vermədi, düzdür? Yəni çünki elə bir şeyim yoxdur da. Amma yəni bəzən, yəni bu elə belə də yaza bilərik, amma bəzən belə yazmamız da məntiqli olur. Yoxlayırıq ki, əgər 12 varsa, yəni SN-də bərabər deyilsə, onda 12-ni sil. Yəni yoxsa əgər 12 ədədi yoxdursa, mən niyə bir də əmr verim ki, sən get 12-ni sil? Düzdür? Aha, bəli. Yəni bunu yadında saxla, çünki bəzi şeylərdə belə üsulla silmələr eləyəcəyik, lazım olacaq. Okey, bax, indi gəl ümumi üstündən keçək. Buna baxmadan sən mənə denən, setin fərqlərini de gəlsin. Nə idi fərqləri digərlərinə? Fərqləri birinci bir dənə də çıxışa verə bilir. İkinci, avtomatik sortlayır. Üçüncüsü, İyiydi. Neydi benim o İbur? İndeks. Aha. İndeksi yoxdur. Aha, bəli. Onu sonra dördüncüsü də yazmadım. Çıxışa necə veririk? Cevap i. Amma onun əvvəlində denən for necə yazırıq? For i bölünsün s. Bölmə işarəti. Hə, bölmə buna deyirsən, yoxsa Aha, və yox, Yoxsa- yox. bu? Belə 2 nöqtə. Aha, tamam, düzdür. Okey, bəs insert neynədir? Insert və daxil etdi. Erase, Sildi. find, Ədələr bərabərlər tapır. Bəli, aha. Nə bir-birlərinə vaxt bərabərlik. find məsələn, nə vaxt qaytarır ki, belə bir ədədim yoxdur? Nəyə bərabər olanda? Oradakı bir ədədlərdən. Yo. Yəni məsələn necə yoxlaya bilərsən ki, 5 ədədi yoxdur səndə. Onda nə yazdıq ifin içində? S-find 5. S-find bərabər 5. Yox, amma bundan sonra nəsə yazmışdıq axı burada. Nəyisə dəyişdirirdim, sən onunla çaşmışdın. Dediyin nə vaxt əgər heç nə tapmır? Yəni belə bir şey yoxdursa nəyə bərabər olur bunun cavabı? Məsələn 12 yazdıq orada tapmadı. Rəqəmlər elə verdi adi. Yəni if s.find 12 s-də bərabərdirsə s.n-də, onda yoxdur. Əks halda bərabər deyilsə, onda var. Burada var, burada yoxdur. Yəni yox olmağı nə vaxt olur? Əgər sn-də bərabər olarsa. Varsa da sn-də bərabər deyil. Yoxlamağı bildik. Aha, bəli. Dəqiq. Dəqiq. Tamam. Okey. Gəl suallarına baxaq.
okey. Nə deyir? Bax deyir ki, sən ədədlərini daxil eləyirsən. Bir dənə oxuyum. Hə, bax, deyir ki, bax, sən ədədləri daxil edir. 3, 6, 5, 6, 7. Deyirsən mənə de ki, hansı ədəd, yəni sən məsələn hansı ədədin təkrarlanırsa, məsələn, bax burada təkrarlanan ədəd hansıdır? 6. 6 Altı, təkrarlananda deyir neçə dənə elementin varsa onu denən mənə. Yəni 6 təkrarlandığı anda neçə dənə elementin var idisə onu çıxışa ver. Sual şərti aydındır. Aha, bəli. Dəqiq. Dəqiq. İndi bax. Yenə sinə yox, while sinə. Artıq set götürəcəyik. Çünki mənə önəmli olan odur ki, baxım ki, bu ədəddən 2 dənədirmi, yoxsa yox. Tamam, yəni çünki 2 dənə oldusa, mən onda həmin andakı ədədlərimin sayını deməliyəm. Bax, onda. Belə bir şey yaza bilərik. Əgər s.find, bax, adi qayda ilə məsələn, insert eləyirəm n-ləri. Insert elədim. Amma bu məsələn, tutaq ki, bu ədədləri insert eləsə Salih, nə verəcək məsələn? Tutaq ki, setimizdə necə ədədlər görsənəcək? Bax, bunlar üçün. Məsələn, bunları insert eləyəndən sonra setimizdə hansı ədədlər var? Məsələn, 3-ü, 6-ı, 5-i, 6-ı. 3, 6, 5, 7. Aha, altdan yəni bir dənədir. Düzdür? Yəni, bəli. Onda mən belə bir şey desəm ki, insert eləməmişdən qabaq. Əgər s.find n bərabər deyilsə s.n-də, yəni mən hələ əlavə eləməmişəm, amma bu ədəd setimdə var. Onda demək ki, məncə bir ədəddən 2 dənə görmüş olacam. Düzdür? Hələ əlavə eləməmiş baxıram buna. Deyirəm ki, əgər varsa bu ədəddən, demək ki, mən artıq tapdım istədiyimi. Onda cout-a s.size plus 1-i ver. Və bundan sonra artıq yenə burada bool eləyirik. Bool f bərabər olsun. Məsələn, tapıldı, bərabər olsun false-a. Tapıldı, bərabər olsun true-ya. Cout yox, məsələn. Yenə ans götürürük. O bayaqki sual kimi. Ans bərabər olsun s.size plus 1-ə və tapıldı da true-ya. Və deyirik, əgər tapıldı varsa, sən continue elə. Hə, tapıldı əgər true-ya bərabərdirsə. Bax, ansı belə tapdıq. Səncə, yaxşı, okey, mən deyim. Niyə s.size yox da s.size plus 1 oldu? Çünki, məsələn, bax, bir dənə nümunəyə bax burada. 3-ü gördük. Əlavə elədikmi? Çünki baxır. Mənim setimdə 3 varmı? Lap başda isə əlavə eləməmiş. Məsələn, bax, bura belə bax. Məsələn, n-i daxil elədi. N hal-hazırda 3-dür. Yoxluyur. Setdə 3 var. Var. Setdə 3. Hey. Hələ ki yoxdur, düzdür? Ona davam eləyir. Gəldi, setə əlavə elədi 3-ü. Artıq setdə nə var? 3 var. 3 də var. 1, 2, 3 də 5. Hələ onlar yoxdur, sadəcə 3 var. Sonra gəlir, n nə olmuş olur? 6. Gəlib yoxluyur. Setimdə 6 varmı? Aha. Var. Yo, çəkmir. Yoxdur. Ona görə gəldi, əlavə elədi. 5. N 5-dir. Setimdə 5 var. Hey. Yenə əlavə elədi. Var. Ay, 5 6 qaçdı. Yoxdur da onda, ha? Əlavə elədik ona görə. Sonra gəlib 6-ya baxır. N 6-dır. Setimdə var. 6 hey. Əminsən? Yoxdur. Bəs Aşağıda var, 3 6. Aşağıda var. Aşağıda deyəndə setimizdə var da yəni. Bəli. Yəni var 6.
Dəqiq var. Ona düşdü bunun içinə, bu ifin içinə. Ans bərabər oldu. Set size'ım nədir mənim? Hal-hazırda. S.size nədir? S.size tərəf ol. S.size. Ans bərabərdir S.size. 1, 2, 4, 5, 4. Bir ki buna baxma Salih. Setim nədir? İndi setdə nə qədər element var? Setdə 3 dənə. Onda nədirsə S.size? 3. Hə. Və üstəgəl 1 eləyirik. Çünki bu indi gələn altını əlavə eləməyib deyə o setdə yoxdur. Mən onu özüm plus 1 eləyirəm ki, bax bura qədər olan elementlərin sayını istəyir çünki və bu da daxil olmaqla. Ona görə onu özün də əlavə eləyirəm ki, üstəgəl 1. Və tapıldıya da true deyirəm. Və deyirəm tapıldı da true-dsa continue elə və Seattle-da ansı veririk. İndi məsələn tutaq ki, bu nümunə üçün görək nə verəcək. 4-ü verdi. Aydın oldu? Aha, bəli. Dəqiq. Dəqiq. Sonra B sualı. B sualına nə deyir? Deyir ki, sənə n verilir. Neçə dənə səndə massiv olacaq. Və səndən istənilən odur ki, hər bir element yox. Neçə dənə fərqli elementin var bu massivlərin arasında. Məsələn, bu ikisi fərqli massivlərdir. Amma bax bu 3 nədir? Yəni sənin 3 dənə elementli massivin var. Sonra yenə 3 verib 3 dənə elementli massivin var və bu 2 də odur ki, sənə 2 dənə massiv verəcəm. Məsələn, bax burada bax 3 dənə deyir massiv verəcəm. Məsələn, birinci massivimiz 3 dənə elementi var, 2 4 6-dır. Dördüncü massivimiz, ikinci massivimiz 4 dənə elementi var, bunlardır. 3 dənə elementi var, bunlardır. İndi məsələn, bu massivdəki elementlərə bax gör. Neçə dənə fərqli elementi var? Amma bu 3 4-üsə baxma başdakına, çünki o sayıları bildirir. Yəni ümumi neçə dənə fərqli ədədlər var? Yəni məsələn, bax burada 2-dən 2 dənədir. Bəs ümumi gör neçə dənə fərqli element var, onu say. 3-lə 4-ü saymayım. Yox, bax bunlar çünki şeydir axı. Başdakılar deyirəm yəni. 1, 2, 3, 4, 5, 6, 7. Neçə dənə oldu? 7 dənə. Ona cavab 7-dir. Aydın oldu sualın şərti nə istəyir? Bəs səncə necə eləyə bilərik bunu? Setlə eləməliyik, saymasın. Bir də B size-la. Yox, vektor lazım deyil axı bizə. Hə? Yəni bunu massiv olaraq da yadda saxlayaq. Aha, bax bunu massiv olaraq yadda saxlaya bilərik. Yəni bax, hər dəfəsində sənə bir n gələcək, AN-li bir massiv yarada bilərsən, daxil eləyə bilərsən. Sonra amma artıq hər bir massivdəki elementini setə ata bilərsən. Artıq sənin sondakı S.size-ın nəyi bildirmiş olacaq? Neçə dənə fərqli element var. Düzdür o, çünki təkrarları setin içinə atmır. Aydın oldu, yəni sən hər gördüyün elementi setə əlavə eləməlisən. Asandır, məncə asandır. Bəli. Evdə yazarsan onu. Find out how many of them are different. Neçəsi? Hə, bax onu deyir. Bax yenə eyni sualdır. Deyir ki, n verilir və n dənə ədəd verilir. Yəni massivdir. Deyir neçə dənə fərqli element var. Məsələn, burada neçə dənə fərqli element var? 1, 2, 3, 4. Dəqiq bax. Yox, müəllim, 22 saymasan 3 dənə. 22-ni niyə saymırsan? Bir dəfə sayırsan da yəni. Hadi ki 4 dəfə oldu da onda. Ay, 3 dəfə. Yəni cavab ona görə 3-dür. Yəni neyniyəsən? Bunları setə insert eləyəsən, axırda C6S.size verəsən. Aha, bəli. Yenə asandır. Bu da məsələn eyni şey istəyir. Bu nədir? Bir saniyə oxuyum.
target the second place a list of m price printed for the first episode. This outline and the number of price labels for the second. Aha, Salih, yenə deyir ki, məsələn, sənə 2 dənə şey veriləcək, 2 dənə massiv. Məsələn, bu birinci massiv. 5 dənə deyir ədədi var, bunlardır. 4 dənə ədədi var, bunlardır. Deyir ki, ümumi bu ədədləri çıxışa ver, amma hər bir ədəddən yalnız bir dəfə olsun. Yəni, məsələn, görsən, 25-dən əslində 3 dənə idi, amma bir dəfə çıxışa verib. Yəni, nə eləməliyik? Set istifadə eləməliyik yenə. Yenə hər bir element seti əlavə edirik. Hətta yazaq bir dənə bu sual nümunə olaraq. Bax, nə deyil? N var. LL A N. For int 0 i n i plus plus sin a i. Bu oldu birinci massivimiz. İkinci massivimiz. M-i daxil edirik. M i plus plus sin buna da məsələn fərqli bir massiv yaradaq. Nə olsun? B M olsun məsələn. Buna da B I. Daxil elədiyim ədədləri. İndi set. Set LLS deyirəm. Hər bir gördüyüm ədədi setimi atıram. A-ləri. B-ləri. Və gəlirəm çıxışa seti verirəm. Necə verirəm? LLI 2.S və Cout'a da i-ləri verirəm. Məsələn, indi gəl bunu run eləyək. Nə verdi? 10, 25, 100, 300, 400, 500, 10, 2000. Aydın oldu? Bəli. Okay. Burada demək olar digər suallar, məsələn, deyir ki, bu sualda sənə məsələn 5 verilir və 5 dənə ədəd verilir. Məsələn, deyir ki, yoxla ki, səndə lap başda birim var, əlavə eləməmiş setə. Yoxdur, düzdür? Ona görə deyir ki, no 1. Yəni, hələ ki birim yoxdur. Yazaq, məsələn. LLN, sin n. Hər dəfə n-dən ədəd görəcəyik. Məsələn, sin x deyirəm. Deyir ki, yoxla ki, sənin setində x varmı? Varsa, çıxışa ver ki, Cout yes. Cout yes və nə verməliyik orada? Ədədin özün, yəni x-i. Bu birinci al. Əgər yoxdursa, verməlisən ki, Cout no və ədədin özü. Və sonda da insert eləməlisən. Sadəcə hər dəfəsində yoxlayacaq ki, mənim setimdə x varmı? Varsa yes ver, yoxdursa no ver. Sadəcə sualda bunu istəyir və əlavə elədikcə də proses gedir. Məsələn, burada 1-i əlavə elədi, 2-ni əlavə elədi, 3-ü əlavə elədi, 4-ü əlavə elədi. Amma 1-i yerindən əlavə eləməmişdən qabaq yoxlayır ki, var 1 məndə. Ona deyir ki, var. Ona görə də çıxışa nəyə verir? Yes-i verir. Bəli. Və burada x-i yox, nəyə verir? Bir saniyə. Yes. Bir saniyə. Orada yanında verdiyi ədəd yox da setin size-ıdır. Hə, okey. Burada sadəcə setin size-ını veririk çıxışa, x-i yox. Ona görə belə bir şey eləyə bilərik. Məsələn, onsuz da əgər həmin ədəd yoxdursa, mən insert eləyə bilərəm. Insert eləyəndən sonra da no-nu çıxışa verə bilərəm. Məsələn, burada da s.size verəcəyik. Burada da s.size verəcəyik. Tamam, burada dayanaq. F tapşırığı olsun. Bir saniyə baxın. G-yə qədər buradan setdən. G-yə qədər. G. Vektor 1-i qutarmaq, bu 3 sualını yazmaq.
Eee, Nə vaxt dərsimiz? Bir də birinci gün. Hətta qoy sənə deyə yazam. Biraz çoxdur. Çünki əvvəlki yarışlardakı boşluqları da tamamla ki, onları da unutmayasan. Deməli, bax, set yarışından G sualına qədər. Bu birinci F tapşırığın. İkinci, vektordan, vektor yarışından nələri tamamlamaq? 3 dənə sualı. Boşluqlarını. Bu oldu ikinci tapşırığın. Üçüncü tapşırığın array 2D-dən 2D bu hansıdır? Bir saniyə. Burada 2 dənə də array 2D. Array 2D-dən boşluqlarını tamamlamaq. Neçə sual oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. Amma azdır. 2D loop'dan da boşluqlarını tamamlamaq. 2D loop boşluqlarını tamamlamaq. WhatsApp-a yazdım 4 dənə şeyləri, hansı yarışlardır. Yəni əsasən elə 2D loop, array 2D, bir də vektordakı boşluqlarını tamamlamaq, setdən də G-yə qədər yazmaq. Gələn dərsimiz bir də birinci gün olacaq. Tamam, nəsə sualın var bu dərslə bağlı? İndi bu dərsin recordingində yükləyəcəm YouTube-a. Tamam. Onda inşallah birinci gün görüşərik. Sağ ol müəllim. Sağ ol.